Bu paylaşımda paxlava bişirəcəyik. Xəmir üçün otaq temperaturunda 1 stəkan süd, yarım qaşıq maya, şəkər tozu, 150 qram yağ, 2 ədəd yumurtanın ağı və 1 sarısı, 1 paket də vanil atıb qarışdırırıq. Xamaz qala yadımdan çıxmışdı. 200 qram. Daha sonra hissə unu atıb qarışdırırıq. Əlcə ilə içdiysən su atırlar, əlcəsiz ilə içdiysən yenə su atırlar. Şərbət üçün 2 stəkan yarım şəkər tozu, 2 stəkan su və yüngülvari limon tozu. Yarım saat gözləyən yetim xəmirimizi fransız çörəyi kimi uzun edirik. Kənarlarından 2 ədəd böyük kündə kəsirik. Bunlar paxlavamızın alt və üst hissəsi olacaq. Balaca kündələrdən isə 10 ya 12 dənə edə bilərsiniz. Hazırladığımız kündələri streçlə örtüb 15 dəqiqə gözləyirik. Xəmir açmaq çox qızğın kəbusudur. Siz gördünüzsə bu video anamızı göstərməyin, yoxsa anamız sizi döyər. Köpək qızı, oğlana bax, baklava pişirir. Paxlavamızın içliyini ikinci qatdan sonra əlavə edirik. Son qat əlavə etdikdən sonra kənarlarından biraz kəsirik ki, səliqəli olsun. 1 saat soyuducuda gözlədirik ki, kəsəndə xətkeş kimi olsun. Soyuducuya qoymasanız barmağınızın arxasından xəmir də gələcək. Qozdan, fındıqdan nə istəsəniz əlavə edə bilərsiniz. Son olaraq yumurtanın sarısı ilə südü qarışdırıb paxlava üzərində çəkin. Paxlavamızı kəsib yağı üzərinə əlavə edirik. Paxlava ürəyimcə çıxdı deyə həyəcandan şərbəti üzərinə tökəndə videoyu çəkmədim. Sonda ev yoldaşlarım üçün də ayırıb videonu bitirirəm. Dəstək üçün bizi izləməyi unutmayın. Hələlik.